Salam dostlar, yenə də dəyərli pasiyentimiz Luis Fernando müəllim sistemimizi edirik. Protokol müalicəmiz nədən ibarət idi? Dietada təqdim edəcəyik, ciddi şəkildə yağ asitlərinin orqanizmdə, yəni yaxşı xolesterolla pis xolesterol arasında natamamlıq var ki, bu da inflamasyon, yəni ki, iltihab prosesini aktivləşdirib, ciddi şəkildə, yəni ki, xroniki xəstəliklərin müalicəsinə də enirik. Və istədiyim sual verim, burada bizim dəyərli tərcüməçimiz də var, Cəfər bəy, təşəkkür edirəm, bütün bu günlərdə tərcümədə iştirak etdiniz. Əslində bir sual vermək istəyirəm. Azərbaycanı sevirmi Luis müəllim və üstünlükləri bizi nəyimizə görə bəyənir? Claro, un país muy calmado y que permite la diversificación de religiones.